Avtomobildə hər hansısa bir nasazlıq yaranırsa və vətəndaş da deyir ki, mən avtomobili tərk etmədən maşının içində bu nasazlığı aradan qaldırdım və çıxdım getdim. Şübhə yaranır. İndi sual yaranır ki, siz necə sübut eləyə bilərsiniz ki, sizin avtomobilinizdə hər hansısa bir nasazlıq var? Bunu qoyduq bir kənara. İkinci, deyir ki, bunu yol patrul xidməti əməkdaşı çəkib. Düzdürmü? Arxadan bir dənə şəkil çəkib. Bəli. Əgər yol patrul xidmətinin əməkdaşı yolun kənarında dayanan nəqliyyat vasitəsinin şəklini çəkirsə, bu mütləq qaydada yaxınlaşmalıdır və bir neçə rakursdan şəkil çəkməlidir. Arxa da ola bilər, qabaq da ola bilər və salonun içi də. Çəkməmişdən qabaq ilk növbədə yaxınlaşır, sual verməlidir ki, sən niyə burada saxlamısan? Bəli. Bəlkə sənin halın pisdir, Bəli. bəlkə maşın xarab olub, benzin qurtarıb və s. və ilaxır, bəlkə məcburi dayanma etmisən. Bəli. Görəndən sonra ki, bəli, bu məcburi dayanma edib buna görə cərimə yazıla bilməz. Yox, əgər məcburi dayanma deyilsə, kimdənsə telefonla danışır, verib yolun qırağına, bu artıq bizə belə deyək, haqq qazandırmır ki, mən telefonla danışırdım deyə verdim yolun qırağına. Xeyr. Bəli. Dayanma qadağandır nişanının təsir zonası altında maşını saxlamısınızsa, bu artıq qayda pozuntusudur.